Dünyaya değer ver, vəfası qədər. Əbədi deyildir, tərk edib gedər. Yaşayan uzun ya qısa ömür, sonunda həqiqi yurduna gedər. Çalış, heç bir anını eyləmə hədər. Haqqa qulluq et gecə və səhər. Ağlı olan kəslər tarla bilərək, axirət məhsulun dünyada əkər. Allah Cəllə Cəlaluhu Mülk surəsinin 2-ci ayəsində buyurur: Estağfirullah. Ellezî xalaqal mevte vel hayate liyebluvekum eyyukum ahsanu amela ve huvel azizul gafur. O, hansınızın əməl baxımından daha gözəl əməl edəcəyinizi sınamaq üçün ölümü və həyatı yaratdı. O, qüdrətlidir və bağışlayandır. Bu ayə həyatın mahiyyətini bizə açıq şəkildə ifadə edir. Həyat sadəcə yaşayıb zövq almaq üçün deyil, imtahan üçün verilmişdi. Biz bəzən düşünürük ki, bu həyat bizə yaşayıb onun bütün zevklərini dadıb, ömrü bitirib tükətmək üçün verildi. Halbuki Allah Cəllə Cəlaluhu buyurur ki, həyat və ölüm hansımızın əməl baxımından daha xeyirli olacağını ortaya çıxarmaq üçündür. İmtahan olunduğunu nəzərə almadan bu həyatı yaşayan insan dərdlərdən başını qaldıra bilməz. Dərdlər qarşısında əzilər, çarəsiz qalar. Hər çətinlikdə niyə hər şey mənim başıma gəlir deyə düşünüb durar, üsyan edər. Halbuki həyat və ölüm arasında keçən bu qısa dünya başdan başa bir imtahandır. İnsana əbədi xoşbəxtliyi qazandıran imtahan. Beşikdən məzara qədər insan imtahanın içərisindədir. Göylər, yer, arş, kainat və insanın xidmətinə verilmiş bütün varlıqlar hamısı bu dünya imtahanının qurulması üçündür. Allah Cəllə Cəlaluhu Hud surəsinin 7-ci ayəsində buyurur: Estağfirullah. Və huvellezî xalaqas semâvâti vel ard fî sitteti eyyâm və kâne arşuhu alel mâ və kâne arşuhu alel mâ liyebluvekum eyyukum ahsanu amela. Arşı su üzərində ikən hansınızın əməl baxımından daha gözəl olacağını sınamaq üçün göyləri və yeri 6 gündə yaradan odur. Demək, təkcə həyatımız və ölümümüz deyil, yer, göy, bütün varlıqlar, səmalar, onların arasında olan, yaradılan bütün varlıqlar, hər biri bu dünyada insanın imtahan olunması üçün yaradılmışdır. İnsanın imtahan olunmasına xidmət edir. Bunu dərk edən insan anlar ki, heç nə boşuna yaradılmayıb. Hər hadisənin arxasında bir hikmət var, bir imtahan var. Allah hər hadisə ilə, hər imtahan ilə qulunu özünə yaxınlaşdıracağını düşünür. Dünya qulluq imtahanının verildiyi yerdir. Dünya qulluq imtahanının verildiyi yerdir. Ayədə imtahan kimi tərcümə etdiyimiz liyebluvekum kəlməsi bəla kökündəndir. Ərəb dilindən dilimizə tərcümə edərkən biz imtahan kimi tərcümə etdiyimiz kəlmə liyebluvekum əslində bəla kökündən gəlir. Yəni dünya rahatlıq və ləzzət axtaranlar üçün deyil, dünya bəlalarla üzləşilən bir imtahan meydanıdır. Allah Cəllə Cəlaluhu Bələd surəsində buyurur ki, Estağfirullah, Laqad xalaqnal insane fi kabad. Biz insanı çətinlik içərisində yaratdıq. Bu dünya ləzzət və mükafat yeri deyil. Bu dünya xidmət və ibadət yeridir. Xəstəliklər, müsibətlər, sıxıntılar səbr edildiyi zaman insanı Rəbbinə yaxınlaşdıran vasitələrdir. Dünya bir ləzzət meydanı kimi görülsə, ən kiçik sıxıntı belə dözülməz olar. Ayağa batan bir tikanı belə imtahan olaraq görə bilməyən bir insan həyatın ağırlığından, həyatın yükündən qurtula bilməz. Allah bu imtihana təkcə möminləri deyil, bütün insanları tabe tutur. Hətta Allaha inanmayanlar belə imtihan olunur. Allaha inanmayan, Allahı inkar edənlər iradəsini inkar yönündə istifadə edərək bu imtihanı başdanca itirir. Mömin isə məşəqqətli bir həyatı qəbul edir. Çünki bilir ki, bu yol imtihan yoludur.
İnsanı həyat yükü altında əzilməkdən qurtaran şey imandır. Həqiqi iman. İnsanı saflaşdıra ucaldan imana sahib olmaq. İman etdikdən sonra imtahan bitmir, əksinə daha da artır. Çünki Allah mümini daha yüksək mərtəbələrə çıxarmaq istəyir. Bu da imtahanla olur. Ankəbut surəsində Cenab-ı Allah, insanlar yalnız iman gətirdik deməklə imtahan olunmadan buraxılacaqlarını mı zənn edirlər buyurur. Peyğəmbər Efendimiz sallallahu aleyhi və səlləm isə buyurur ki, mükafatın böyüklüyü imtahanın böyüklüyü ilədir. Nə qədər böyük imtahan, nə qədər böyük sıxıntı varsa, onlara səbr edildiyi ölçüdə mükafatlar da o qədər böyük olar. Ən çox imtahan olunanlar peyğəmbərlər olmuşdu. Allah Rasulunun həyatı rahatlıqla keçmədi. Allah Rasulunun həyatı doğumundan vəfatına qədər sıxıntılar və çətinliklər içərisində keçdi. Halbuki o Allahın ən sevdiyi bəndəsi idi. Ulul əzm peyğəmbərlər rahat üzü görmədilər. Onların yolunda gedənlər də bilməlidir ki, bu yol rahatlıq yolu deyil. Peyğəmbər yolu rahatlıq yolu deyil. İmtahan yoludur, çətinlik yoludur. Rahatlıq, əsl və daimi rahatlıq axirətdədir. İmtahan yalnız sıxıntı ilə olmur. İnsan həm varlıqla, həm yoxluqla imtahan olunur. Qorxu da imtahandır, əminamanlıq da imtahandır. Xəstəlik də imtahandır, sağlamlıq da. Və bu imtahanların hansının daha böyük, hansının daha çətin olduğunu kimsə bilə bilməz. Allah Cəllə Cəlaluhu buyurur ki, biz sizi biraz qorxu, biraz azlıq, mallardan, canlardan və məhsullardan əksiltməklə imtahan edəcəyik. Ən çətin imtahanlardan biri də insanın öz nəfsi ilə olan imtahanıdır. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, cənnət nəfsə ağır gələn şeylərlə, cəhənnəm isə nəfsə xoş gələn şeylərlə örtülmüşdür. Cənnəti əhatə edən şeylər nəfsə xoş gəlməyən şeylərdir. Cəhənnəmi əhatə edən şeylər isə nəfsə xoş gələn şeylərdir. Nəfsin bu dünyada etməyi istədiyi şeylərdir ki, onlar da insanı cəhənnəmə götürür. Dünya çətindir, amma bu çətinliklər bizi qorxutmamalıdır. Bu imtahan bizi qorxutmamalıdır. Çünki Mülk surəsindəki hansınızın əməl baxımından daha xeyirli olacağını yoxlamaq üçün, sınamaq üçün həyatı və ölümü o yaratdı deyə həyatın yaradılış məqsədinin imtahan olduğunu Allah Cəllə Cəlaluhu bildirdikdən sonra ayətin sonu o bağışlayandır deyə bitir. Onun mərhəməti ilə bitir. Onun bağışlayacağı ilə bitir ayətin sonu. Allah imtahan verərkən qulunu tək buraxmaz. Yetər ki, qul ona iman etsin və güvənsin. İman pəncərəsindən baxıldığı zaman, iman gözlüyü ilə baxıldığı zaman əziyyətlər rəhmətə çevrilir. Qaranlıqda qorxulu görünən hadisələr, içindən çıxılmaz hallar iman nuru ilə aydınlanar. Allahı tanımaqla aydınlanar. Allahın bizi nə qədər çox sevdiyinə iman gətirmək, bizə nə qədər mərhəmətli olduğunu dərk etməklə aydınlanar. Unutmayaq, biz izzət sahibi bir Rəbb tərəfindən imtahan üçün bu dünyaya göndərildik və yalnız onun rəhməti ilə bu imtahanı qazana bilərik. Allahın rəhmətinə güvənərək bu imtahanı qazana bilərik və Allah rəhmətini üzərimizdən əksik etməsin. Allah bizi həm bu dünyada, həm axirətdə rəhməti ilə əhatə etsin. Amin.